Cənubi Amerikanın futbol nəhənglərindən Flamengo, Azərbaycan çempionu, Qarabağ FK-nın yarım müdafiəçisi Pedro Bicalho üçün hərəkətə keçib. Braziliya mətbuatına sızan məlumatlara görə, Rio klubu orta xətti gücləndirmək üçün əsas namizəd kimi məhz Ağdam təmsilçisinin futbolçusunu seçib. Flamengo niyə məhz Bicalho? Baş məşqçi Filipe Luis komandasının yarım müdafiə xəttində dərinlik problemi yaşadığını gizlətmir. Klub daha əvvəl bir neçə futbolçu ilə danışıqlar aparsa da, konular baş tutmayıb. Juan Nardoni və Leonel Perez Right Pointing Arrow Gremio, Obed Vargas Right Pointing Arrow Atletico Madrid, David Ayala Right Pointing Arrow Inter Miami. Bu transfer uğursuzluqlarından sonra Pedro Bicalho variantı klub rəhbərliyi üçün strateji seçimə çevrilib. Onun həm müdafiə yönümlü oyunu, həm də topu oyuna daxil etmə bacarığı Braziliya klubunun oyun fəlsəfəsinə uyğun hesab olunur. Qarabağ Flamengo transfer xətti formalaşır. Son illər iki klub arasında maraqlı transfer əlaqəsi yaranıb. 2025-ci ilin əvvəlində Juninho Qarabağdan Flamengoya keçmiş, daha sonra Meksikanın Pumas Uyanam klubuna satılmışdı. Bu təcrübə Braziliya klubunun Ağdam təmsilçisinin bazarına yaxşı bələd olduğunu göstərir. Transfer baş tutarsa nə dəyişəcək? Qarabağ üçün növbəti gəlirli satış və beynəlxalq bazarda nüfuzun artması, Flamengo üçün orta xəttdə sabitlik və rotasiya imkanı, Azərbaycan futbolunun dünya bazarında daha çox diqqət çəkməsi. Nəticə, Pedro Bicalho transferi gerçəkləşərsə, bu, təkcə bir futbolçunun klub dəyişməsi deyil, Azərbaycan futbolunun Braziliya bazarında artan nüfuzunun növbəti sübutu olacaq. Qarabağın Futbol Akademiyası və seleksiya siyasəti yenidən gündəmə gələcək, Flamengo isə Avropa ilə Cənubi Amerika arasında yeni transfer korpusu qurmuş olacaq.